Mehmet, bir daha akşamınız hayır olsun. Bugün biz sizinle kesirler hakkında danışırıq. Nədir kesir, nədir adi kesir, nədir onluq kesir ve onlar üzerinde əməllər. Mehmet, bilirik ki, kesir xətti bölme deməkdir, düzdürmü? Adi kesir, buradan başlayaq. Əvvəlki imtahanlarda kesirler o kadar derinden düşmürdü. Ama indi artık ikinci defa olduğuna göre çalışın ki daha derinden öğrenəsiniz. Daha çetin tapşırıqları yerine yetirəsiniz ki size rahat olsun. Mənlər, adi kesir dedikdə nə nəzərdə tutulur? Bakın, m ve n natural ədədlər olarsa, m bölünsün n şeklindeki ifadeye biz adi kesir deyirik. Burada m de n de natural ədədlərdir. M kəsrin surəti, n isə məxrəci adlanır. Məsələn, 15'te 2, 7'de 3 və s. Bunların hər biri adi kesirlerdir. Müəllimlər, adi kesirler iki yere bölünür. Bir var düzgün kesirler, bir de var düzgün olmayan kesirler. Deməli, adi kesir dedik ki iki yere bölünür. Düzgün kesirler, düzgün olmayan kesirler. Mehmet, nədir düzgün kesir? Əgər kəsirin surəti məxrəcindən kiçikdirsə, biz buna deyirik düzgün kəsir. Məsələn, 3'te 2. Kəsirin surəti məxrəcindən kiçikdir. Biz buna deyirik düzgün kəsir. Əgər kəsirin surəti məxrəcinə bərabərdirsə və ya kəsirin surəti məxrəcindən böyükdürsə, biz buna düzgün olmayan kesir deyirik. Məsələn, 3'te 4. Surət məxrəcdən kiçikdir. Bu tip kesirlere deyirik düzgün olmayan kesirler. Gəlin, düzgün olmayan kesirlere ait bir neçə dənə test tapşırığı işləyək. Nümunəyə baxaq, daha sonra davam edək. Mənlər, deyir ki, n'in neçə natural qiymətində 2n çıxılsın 7 bölünsün n üstə gəl 3 ifadəsi düzgün kesir olar. Biz dedik ki, düzgün kesirlerin surəti məxrəcindən kiçik olmalıdır. O zaman yazaram. 2n çıxılsın 7 kiçikdir n üstə gəl 3. Biz bilirik ki, bərabərsizlik həll eləyəndə məchullar bir tərəfə, məlumlar digər tərəfə keçir. Məchulları gəlin keçirək. 2n, digər tərəfdəki n'i də gətirirəm 2n'in yanına və bir tərəfdən digər tərəfə gətirəndə işarəni əksinə dəyişirəm. Kiçikdir işarəsi 3 qaldı yerində. Çıxılsın 7'ni, yəni mənfi 7'ni digər tərəfə keçirirəm. Digər tərəfə keçirəndə bu dəfə işarə dəyişir olur. Üstə gəl 7. Aldım ki, en kiçikdir 10. En kiçikdir 10 şərtini ödəyən müəllimlər 1'dən 9'a qədər ədədlərdir. Lakin nəzərə alaq ki, biri qoysaq, baxın, biri surətə qoysaq, kəsrin surəti 2 vurulsun 1 çıxılsın 7 eləyər mənfi 5. Yəni alındı mənfi. Deməli 1 bizim şərtimizi ödəmir. 2'ni qoysaq 2 vurulsun 2 çıxılsın 7 eləyər mənfi 3. Yenə kəsrin surəti mənfi elədiyinə görə demək ki biz 2'ni də qoya bilmərik. 3'ü yazsaq
2 vurulsun 3, çıxılsın 7. Bu da mənfi 1 elədi. Bu da deməli, surəti mənfi elədiyinə görə 3 də ödəmir. Yerdə hansı natural ədədlər qaldı o zaman? 4, 5, 6, 7, 8, 9. Deməli, bizə verilən bu kəsrin düzgün kəsir olması üçün n 4, 5, 6, 7, 8 və 9 qiymətlərini ala bilər. Bizdən şərtdə soruşurdu. Neçə dənə natural qiymət alar? 6 dənə natural qiymət ala bilər. Düzgün olmayan kəsirlərə aid bir nümunəyə baxırıq müəllimlər. Deyir ki, 7, 8A üstündən xətt çəkib, üstündən xətt olanda bu surətin hər hansı bir ədəd olduğunu göstərir. Məxrəcdə verib 7, 8, 6. Deyir ki, kəsirin düzgün olmayan kəsir olması üçün A-nın ala biləcəyi qiymətləri tapın. Burada düzgün olmayan kəsir biz dedik ki, ya surət məxrəcə bərabər olmalıdır və yaxud da surət məxrəcdən böyük olmalıdır. O zaman biz A-ya 6, 7, 8 və 9 qiymətlərini versək, bizə verilən kəsir düzgün olmayan kəsir olar. Növbəti belə bir suala baxaq. Deyir ki, x-in hansı qiymətində x bölünsün 6 düzgün olmayan kəsir. X bölünsün 9 isə düzgün kəsir olar. Müəllimlər, siz də söhbət hissəsinə yazın baxaq. X-in hansı qiymətində x bölünsün 6 kəsiri düzgün olmayan, x bölünsün 9 kəsiri isə düzgün kəsir olar. Buyurun, siz də söhbət hissəsində yazın baxaq. Artıq WhatsApp-da yazan müəllimlərimiz də var. Müəllimlər, yaxşı olar ki, Teams-də yazın ki, mən də rahat görə bilim. Bəli, doğrudur. Əgər biz x-a 6, 7 və 8 qiymətlərini versək, bu kəsir düzgün olmayan, bu kəsir isə düzgün kəsir olar. İndi gəlin baxaq görək, qarışıq ədəd nədir? Qarışıq ədəd. Müəllimlər, həm tam, həm də kəsir hissəsi olan kəsirlərə qarışıq ədədlər deyilir. Yəni, həm tam, həm də kəsir hissədən ibarətdirsə, biz bu kəsirlərə qarışıq ədədlər deyirik. Məsələn, 1 tam 4'te 1, 7 tam 3'te 2 və s. Müəllimlər, qarışıq ədədləri düzgün olmayan kəsrə necə çeviririk? Qarışıq ədədi düzgün olmayan kəsrə çevirmək üçün məxrəc yerində qalır, məxrəclə işimiz yoxdur. Bu tam hissəni gəlib məxrəcə vurub, üzərinə surəti gəlirik. Alındı 4'te 5. Yedi tam 3'te 2 kəsrini düzgün olmayan kəsrə çevirsək, yenə 3 qaldı yerində, tam hissəni məxrəcə vururuq, yəni 7'ni 3'e vurub, üzərinə surəti gəlirik. Alındı 3'te 23. Bu oldu bizim qarışıq ədəddən düzgün olmayan kəsrə keçmə qaydamız. İndi isə müəllimlər,
düzgün olmayan kəsirdən gəlin qarşı qədədə keçək. Tutalım ki, bizə verilib 3'də 22. Düzgün olmayan kəsri qarşı qədədə çevirmək üçün surəti gəlib məxrəcə bölürük. Alındı 7 tam. Qalıqda qaldı 1. Mənlər, baxın, məxrəc qalır yerində. Aldığımız cavab, yəni natamam qismət olur tam hissə. Aldığımız qalığı isə yazırıq surətə. Alındı 7 tam 3'də 1. Birini də yazıram. Yenə bunun cavabını siz söhbət hissəsində göndərin görək. 6'da 25 kəsrini qarşı qədəd şəklində göstərin. Buyurun müəllimlər, göstərin. 6'da 25 kəsrini qarşı qədəd şəklində göstərin. Müəllimlər, bayaq başqa bir müəllimi dəvət eləmək istədim. Amma dəvət alınmır. Niyəsə həmin müəlliməni dəvət eləyə bilmədim. Siz zəhmət olmasa linki şəxsidə göndərin. Hansı müəllim yoldaşınız qoşula bilmirsə, linki həmin müəllimə şəxsidə göndərin. O zaman qoşulmaq daha rahat olur. Müəllimlər, düzgün olmayan kəsri gəlin göstərək qarşı qədəd şəklində. 25'i yenə bölürük 6'ya. 4 dəfə qalıqda qaldı 1. Dedik ki, natamam qisməti tama yazırıq. Məxrəc dəyişmir. Alınan qalığı isə surətə yazırıq. Oldu 4 tam 6'da 1. Davam eləyək. Kəsrin əsas xassəsinə baxırıq. Kəsrin əsas xassəsi. Müəllimlər, bizə verilən kəsrin həm surətini, həm də məxrəcini sıfırdan fərqli hər hansı bir ədədə vurduqda və ya böldükdə kəsrin qiyməti dəyişmir. Bir də deyirəm, kəsrin əsas xassəsi necədir? Kəsrin surət və məxrəcini sıfırdan fərqli bir ədədə vurduqda və ya böldükdə kəsrin qiyməti dəyişmir. Bu nə deməkdir? Məsələn, mənə verilib 5'də 2. Biz bu kəsrin həm surətini, həm də məxrəcini istədiyimiz bir ədədə vura bilərik. Məsələn, surəti də məxrəci də 3'ə vururam. Alındı 15'də 6. Və yaxud da mənə verilib 24'də 8 kəsri. Mən bu kəsrin həm surətini, həm də məxrəcini 8'ə bölürəm. Alındı 3'də 1. Həm surəti, həm də məxrəci eyni ədədə vurduqda və ya böldükdə kəsrin qiyməti dəyişmir. Baxırıq indi kəsirlərin ixtisarına müəllimlər. Kəsirlərin ixtisarı. Kəsrin ixtisarı nədir? Kəsrin surət və məxrəcinin
eyni bir ədədə bölünməsinə kəsrin ixtisarı deyilir. Məsələn, mənə verilib 20-də 10. Biz bu kəsrin həm surətini, həm də məxrəcini ona bölə bilərik. Bölsək qalar 2-də 1. Buna deyirik kəsrin ixtisarı. Müəllimlər, çox diqqətli şəkildə indi deyəcəyim düstura və bu düsturun izahına qulaq asaq. Tutalım ki, bir A bərabərdir. A üstü M, B üstü N, C üstü K. Əvvəl düsturu yazım. Sonra bu düsturun nə olduğuna gəlin. Birlikdə baxaq. Müəllimlər, məxrəci A olan ixtisar olunmayan düzgün kəsirlərin sayının tapılma düsturudur. Zəhmət olmasa gəlin bu düsturu qeyd eləyək. Məxrəci A olan ixtisar olunmayan düzgün kəsirlərin sayının tapılma düsturudur. Gəlin bunu indi izah eləyək, görək bu düstur əslində nədir? Açıqlaması nədir? Tutaq ki, mənə belə bir sual verib. Məxrəci 155 olan ixtisar olunmayan düzgün kəsirlərin sayını tapın. Gəlin üstə yazdığımız düsturu tətbiq etməklə bu tapşırığı həll eləyək. Müəllimlər, əvvəlcə məxrəcdə verilən ədədi sadə vuruqlarına ayırmaq lazımdır. 155-i 5-ə bölsəm, qaldı 31. 31 də özünə bölünür, çünki 31 özü sadədir. İndi gəlib yazırıq düzgün ixtisar olunmayan kəsirlərin sayının tapılmasını. Baxın, 155 bərabərdir. 5-dən 1 dənədir burada. 31-dən də 1 dənədir. Baxın, müəllimlər, bu hissəni yazdım. Bunu yazdım bu şəkildə. İndi bu düsturu tətbiq eləyəcəm. 155 vurulsun, 1 çıxılsın, baxın bu, 5-də 1, vurulsun, 1 çıxılsın, 31-də 1, bərabərdir. 155 vurulsun, 1-dən 5-də 1 çıxanda 5-də 4, 1-dən 31-də 1 çıxanda 31-də 30. 155-i 4-ə vurub 30-a vuraq. Alınan cavabı əvvəl 5-ə bölək, sonra 31-ə bölək. Bu zaman bizə verəcək 120. Bir də deyirəm, əvvəl istəsəz rahat olsun deyə 155-i 5-ə bölün. Alınan cavabı 31-ə vurun. 155-i 5-ə bölsəm 31, 31, 31-ə bölsəm 1. Surətdə var 4 vurulsun 30, bu da eləyir 120. Buna xahiş edirəm diqqət eləyək. Düstur, bu da buna aid nümunə. Dərsin video yazısını qruplara göndərəcəm ki, təkrar olaraq bu hissəyə baxa bilin. Müəllimlər, kəsirlər üzərində əməllərdən danışırıq. Gəlin başlayaq toplamayla. Yəni, toplama və çıxmaya birlikdə baxaq. Toplama və çıxma. Müəllimlər,
Əgər bizə məxrəcləri bərabər olan kəsirlər verilsə, o zaman məxrəc olduğu kimi yerində qalır. Toplamadsa surətlər toplanır, çıxmadsa surətlər çıxılır. Məsələn, verilib mənə 10^1 üstəgəl 10^3. Məxrəcləri bərabər olan kəsirlər olduğuna görə məxrəclə işim yoxdur, qaldı yerində. Surətləri toplayıram, 1-in üstə 3 gəldim, elədi 4. Müəllimlər, ixtisar varsa mütləq şəkildə ixtisar eləyirik. Həm 10-u, həm də 4-ü 2-yə bölmək mümkündür. Buna görə də gəlin bölək. 4-ü 2-yə bölsək 2, 10-u 2-yə bölsək 5. Alındı 5^2. Kəsirlərin çıxılması da eyni qaydada yerinə yetirilir. Əgər bizə verilən kəsirlərin məxrəcləri düzgün olmayan kəsir olsa nə eləyək? Burada hər ikisi düzgün kəsir idi. Düzgün kəsir idi deyə rahat şəkildə topladıq. İndi düzgün olmayan kəsirlər olduğuna görə, daha doğrusu məxrəcləri bərabər idi, rahat şəkildə topladıq. İndi məxrəcləri fərqli olan kəsirləri toplayaq. Görək məxrəcləri fərqli olan kəsirləri necə toplamaq olar? Məsələn, mənə verib 3^2, üstəgəl 4^1. Fənər, bu zaman elə bir ədəd fikirləşirik ki, həmin ədəd həm 4-ə bölünsün, həm 3-ə bölünsün. Həm 3-ə, həm 4-ə bölünən ədəd 12. Gəlib 12-ni yazıram. İndi həm birinci kəsrin, həm də ikinci kəsrin məxrəcini 12-yə tamamlamalıyıq. Birinci kəsri 12-yə tamamlamaq üçün məxrəcini 4-ə vurdum. Müəllimlər, məxrəci 4-ə vurmuşuqsa, mütləq şəkildə surəti də vururuq. Digər kəsirdə məxrəci 12-yə tamamlamaq üçün 3-ə vurdum. Məxrəci 3-ə vurmuşuqsa, mütləq şəkildə surəti də 3-ə vurmalıyıq. Nə alındı? 2-ni 4-ə vurdum 8, 3-ü 1-ə vurdum 3. Cavabımız 12^11. Və çıxılmanı da eyni qaydada yerinə yetiririk. Ola bilər ki, bizə verilən kəsirlər qarışıq ədədlər olar. Bəs qarışıq ədədlərin məxrəcləri fərqli olanda necə toplayıb çıxaq, müəllimlər? Məsələn, mənə verilib 2^12^5. Bir də verilib 3^8^1. Deyir ki, bu kəsirləri toplayın. Neyinirik? Bu tam hissələri ayrıca toplayırıq. 2-nin üstü 3 gəldi, elədi 5. İndi məxrəclərimizi bərabərləşdiririk. Məxrəcləri necə bərabərləşdirək? Baxıram, birincinin məxrəci 12, ikincinin məxrəci 8. Elə bir ədəd düşünürəm ki, həmin ədədi həm 12-yə, həm də 8-ə bölmək mümkün olsun. Bu ədəd oldu 24. Birinci kəsrin məxrəcini 24-ə tamamlamaq üçün 2-yə vurdu. Məxrəci 2-yə vurmuşamsa, surəti də 2-yə vururam. İkinci kəsrin məxrəcini 24-ə tamamlamaq üçün 3-ə vurdum. Məxrəcini 3-ə vurmuşamsa, gəlib surətini də 3-ə vururam. Alındı. 5-i 2-yə vuranda 10. Ortada üstə gəldisə toplayıram. 3-ü 1-ə vuranda 3. 5^24^13. Kəsirlərin vurulmasına baxağın. Kəsirlərin
vurulması. Müəllimlər, kəsiri kəsirə vuran zaman surəti surətə vurub surətdə yazırıq. Məxrəci məxrəcə vurub məxrəcdə yazırıq. Nə deməkdir? Məsələn, 7-də 3 vurulsun 9-da 4. Dedik ki, surəti surətə vurub surətdə yazırıq. Yəni 3-ü 4-ə vururuq 12, bunu surətdə yazırıq. Məxrəci məxrəcə vurub məxrəcdə yazırıq. Yəni 7-ni 9-a vurub məxrəcdə yazırıq. Alındı 63-də 12. Müəllimlər, 63-də 12 kəsri 3-ə ixtisar olunur. Əgər ixtisar varsa, mütləq şəkildə ixtisar etmək lazımdır. Hər ikisi 3-ə bölünür. Surəti 3-ə böldüm, alındı 4. Məxrəci 3-ə böldüm, alındı 21. Demək ki, 7-də 3 kəsirini 9-da 4 kəsirinə vurduqda bizim cavabımız 21-də 4 alınar. Kəsirlərin bölünmə qaydasına baxaq. Görək kəsirlərin bölünmə qaydası necədir? Kəsirlərin bölünməsi. Müəllimlər, kəsiri kəsirə necə bölürük? Kəsiri kəsirə bölən zaman birinci kəsirdən işimiz yoxdur, olduğu kimi yerində qalır. İkinci kəsiri isə tərsinə çeviririk. Bundan sonra adi vurma qaydasında vururuq. Məsələn, gəlin baxaq birinə. 5-də 3 vurulsun, daha doğrusu bölünsün. 12-də 7 verilir bizə. Gəlin elə birini yazaq ki, həm də ixtisar getsin. Eyb yox, bu qalsın, birində başqasını yazarıq. Birinci kəsirdən işimiz yoxdur, olduğu kimi saxlayırıq. İkinci kəsirin surət və məxrəcinin yerini dəyişirik. Bundan sonra bura kəsirlərin vurulma qaydasını tətbiq edirik. 3-ü 12-yə vururam, 36. 7-ni 5-ə vururam, 35. Müəllimlər, düzgün olmayan kəsir alındı. Cavabımız düzgün olmayan kəsir alınarsa, bunu qarışıq ədədə çeviririk. 36-nı 35-i bölsək, 1,35-də 1. Kəsirlərin bölünməsinə aid bir dənə də qarışıq ədədin qarışıq ədədə bölünməsini gəlin yazaq. Bir nümunədə yazaq kəsirlərin bölünməsinə aid. Məsələn, deyir ki, 3,5-də 3 bölünsün 1,7-də 5. Müəllimlər, kəsiri kəsirə necə bölürük? Birinci kəsiri çevirirəm düzgün olmayan kəsirə. Məxrəc qaldı yerində. 3-ü 5-ə vurub, üzərinə surətdəki 3-ü gəlirik. Bu elədi 18. Bölünsün. Məxrəc qaldı yerində. 1-i 7-yə vurub, üzərinə 5 gəlirik. Bu da verdi 12. İndi alındı kəsirin kəsirə bölünməsi. Dedik ki, kəsiri kəsirə bölərkən birinci kəsir qalır, ikinci kəsiri tərsinə çevirib vurma əməliyyatını yerinə yetiririk. Müəllimlər, ixtisar varsa ixtisar eləyin ki, vuranda daha rahat olsun. 12 və 18
6'ya ixtisar olunur. Gəlin ixtisar eləyək. 12-ni 6'ya bölürəm 2. 18'i 6'ya bölürəm 3. Surətdə oldu 3 vurulsun 7, 21. Məxrəcdə 5 vurulsun 2, 10. Gəlin tam hissəsini tapaq. 21'i 10'a bölsəm 2 tam, 10'da 1. Buyurun qeyd götürün. Davam eləyək. Məmər, kəsirlərin müqayisəsindən danışırıq. Düzdür, bir gündə çox qayda oldu. Amma ödənişsiz təlimdə bilirsiniz ki, çox vaxtımız yoxdur. Ona görə də çalışıram ki, bacardığım qədər çox izah verə bilim sizə. Bu arada onu da xatırladım ki, avqust ayının sonuna qədər həftədə 2 dəfə sizinlə ödənişsiz təlimimiz olacaq. Hər həftədə 2 dəfə. Sentyabr ayından isə başlayaraq ödənişli dərslərimizə start verilir. Ödənişli dərslərimiz üçün olan qrupların biri artıq tam dolub. Digər qrupumuzda bir neçə yer qalıb. Kim istəsə müəllimlərimiz qoşula bilərsiniz. Ödənişli dərslərimiz həftədə 2 gün keçirilir. Bütün dərslər sıfırdan tam şəkildə öyrədilir. Bütün dərslərə aid tapşırıqlar işlənilir. Bir neçə vəsait il boyu işləyirik və imtahana tam hazır şəkildə Allahın izni ilə gedirik. Adi kəsirlərin müqayisəsindən danışırıq müəllimlər. Adi, gəlin biraz aşağıdan yazaq. Adi kəsirlərin müqayisəsi. Adi kəsirlərin müqayisə necə eləyirik müəllimlər? Məxrəcləri bərabər olan iki kəsirdən surəti böyük olan kəsir böyükdür. Məsələn, 7'də 5, 7'də 2. İki kəsirin məxrəci bərabərdirsə, surəti böyük olan kəsir böyükdür. Əgər surəti bərabər olan iki kəsir verilərsə, o zaman məxrəci kiçik olan kəsir böyükdür. Məsələn, 8'də 15, bir də verilib 4'də 15. Surətləri bərabərdir. Demək ki, məxrəci kiçik olan kəsir böyükdür. Müəllimlər, əgər düzgün kəsirlərdə, baxın, əgər düzgün kəsirlərdə məxrəclə surətin fərqi eyni olarsa, baxın, bu qaydaya çox diqqət eləyin. Əgər düzgün kəsirlərdə kəsirin məxrəclə surətinin fərqi eyni olarsa, o zaman məxrəci böyük olan kəsir böyükdür. Məsələn, mənə verilib A bərabərdir 3'də 2. B bərabərdir 4'də 3. C bərabərdir 5'də 4. Deyir ki, bu kəsirləri kiçikdən böyüyə düzün. Kəsirlərin həm surətləri fərqlidir, həm məxrəcləri və düzgün kəsirlərdir. Gəlib bunların fərqinə baxıram. 3'dən 2 çıxsam 1, 4'dən 3 çıxsam 1, 5'dən 4 çıxsam 1. Əgər surətlə məxrəcin fərqi hər üç kəsirdə eynidirsə, o zaman məxrəcdəki ədədi böyük olan kəsir böyükdür.
Demek ki 5'te 4 bunların içerisinde en büyüğüdür. 4'te 3 ortada. 3'te 2 en küçüğü. Yani küçükten böyüye düzersek A, B, C şeklinde bu kəsirləri yazmaq lazımdır. İndi belə bir qaydaya baxırıq müəllimlər. Surətlə məxrəcin fərqi eyni olan, düzgün olmayan kəsirlərdə isə məxrəci böyük olan kəsir kiçikdir. Biz dedik ki, düzgün kəsirlərdə məxrəci böyük olan böyükdür. Düzgün olmayan kəsirlərdə isə bu qaydanın tətbiq zamanı deyirik ki, məxrəci böyük olan kiçik, məxrəci kiçik olan böyükdür. Məsələn, mənə verilib A bərabərdir 2'də 5. B bərabərdir 7'də 10. C bərabərdir 9'da 12. Deyir ki, bu kəsirləri müqayisə edin. Yenə baxıram ki, kəsirlərin həm surətləri, həm də məxrəcləri fərqlidir. Bu zaman surətlə məxrəcin fərqini yoxlayıram. 5'dən 2 çıxdım 3, 10'dan 7 çıxdım 3, 12'dən 9 çıxdım 3. Aha, hər üç kəsir demək ki, surətlə məxrəcin fərqini 3 verir. Yəni eynidir. Və hər üç kəsir düzgün olmayan kəsirdir. Biz nə dedik? Düzgün olmayan kəsirlərdə surətlə məxrəcin fərqi eyni olarsa, o zaman məxrəci kiçik olan kəsir ən böyükdür. Demək ki, burada A bizə verilən kəsirlərin içərisində ən böyüğüdür. Ortada geldi. B en küçüğü oldu. C. Müəllimlər, ola bilər ki, kəsirlərin surətləri və məxrəcləri fərqlidir. Və onların surətlə məxrəcinin arasındakı fərq də eyni deyil. O zaman neyniyək? Bu cür kəsirləri müqayisə eləmək üçün ya məxrəcləri bərabərləşdirin, ya surətləri bərabərləşdirin və ya indi sizə deyəcəyim qaydadan istifadə eləyin. Hansı ki, bu qayda onların içərisində ən rahatıdır. Məsələn, mənə verilib 10'da 3, bir də mənə verilib 9'da 2. Deyir ki, bu kəsirləri müqayisə eləyin. Gəlin bunu 9'da 4 yazaq. Surətlə məxrəcin fərqi eyni olmasın. Bunları deyir müqayisə edin. Müəllimlər, necə müqayisə eləyirik? Baxın. Çarpaz şəkildə bu ikisini bir götürürəm və 3'ü 9'a vururam, elədi 27. 27'ni buradan yazıram. Gəlib digər ikisini götürürəm. 10 və 4. 10'u 4'ə vururam, elədi 40. Bunu da buradan yazıram. 40 27'dən böyükdür. Deməli 40 tərəfdə olan kəsir, yəni 9'da 4 kəsiri də 10'da 3 kəsirindən böyükdür. Buna deyirlər çarpaz vurma vasitəsilə kəsirlərin müqayisəsi və ya kəpənək üsulundan istifadə etməklə kəsirlərin müqayisəsi. Deməli, müəllimlər, biz bugün nəyə baxdıq? Adi kəsir nədir? Düzgün və düzgün olmayan kəsirlər nədir?
Düzgün olmayan kəsiri qarışıq ədədə necə çeviririk? Qarışıq ədədi düzgün olmayan kəsrə necə çeviririk? Kəsirlərin ixtisarı nədir? Bizə verilən məxrəclə ixtisar olunmayan düzgün kəsirlərin sayını necə tapırıq? Kəsirlərin toplanma, çıxılma qaydası, kəsirlərin vurulma, bölünmə qaydası, bir də adi kəsirlərin müqayisəsi. Söhbəti saxlayın.